Abonement müdürünün vəzifə təlimatı. 1. Ümumi müddəalar. 1. Abonement müdürü rəhbərlər kateqoriyasına daxildir. Ştat cədvəlinə uyğun olaraq MKS-nin direktorunun əmri ilə tutduğu vəzifəyə təyin olunur və işdən azad edilir. Şöbə müdürünün və MKS direktorunun tapşırıqlarını, əmr və göstərişlərini yerinə yetirir. Ali ixtisas və orta ixtisas təhsili üzrə 3 ildən az olmayaraq əmək stajı olmalıdır. Aşağıdakiləri bilməlidir. Əmək qanunvericiliyinin əsaslarını, kitabxana işinə aid normativ sənədləri, şöbənin əsasnaməsini, təlimati, metodik və digər sənədləri, əməyin və idarəçiliyin təşkil olunmasının əsaslarını, hesabatların tərtib edilməsini, əməyin mühafizəsi normalarını və daxili intizam qaydalarını, təhlükəsizlik texnikasını, istehsalat sanitariyası və yanğından mühafizənin qayda və normalarını, ünsiyyət əxlaqını və etiket qaydalarını. Aşağıdakı normativ sənədləri rəhbər tutur. Azərbaycan Respublikasının əmək qanunvericiliyi, MKS haqqında əsasnamə MKS-nin nizamnaməsi, hazırki vəzifə təlimatı. 2. Vəzifə borcları. Oxucular kitabxanaya yazılarkən, eləcə də xidmət prosesində onlarla fərdi söhbətlər edir və məsləhətlər verir. Oxucuları və onların mütaliə marağını öyrənərkən mövcud olan bütün forma və üsullardan istifadə edir. Oxucu formulyarlarının kartoçkasını hazırlayır və abonentin gündəlik statistik uçotunu aparır. Onların qaytardığı ədəbiyyatı gündəlik olaraq rəflərə düzür və yardımçı fondu səliqəli saxlayır. Oxucuların yerinə yetirilməmiş sorğularının kartotekasını təşkil edir. Fondun mühafizəsinə cavabdehdir və kitab borcu olan oxucularla iş aparır. Fondun təbliği məqsədi ilə sərgilər, güşələr, stendlər, elmin müxtəlif sahələri üzrə və ayrı-ayrı ixtisaslara kömək məqsədi ilə informasiya mütəxəssis günləri təşkil edir. Kitabxananın kataloq və kartoteka sisteminin təbliği ilə məşğul olur, oxucularda kitabxanadan istifadə vərdişləri yaradır. Təbii vətənpərvərlik hisslərini aşılayan ölkənin, diyarın, tariximizin, milli mənəvi dəyərlərimizin təbliği və sair mövzularda kütləvi tədbirlərin təşkilində və keçirilməsində iştirak edir. Hüquqları. Şöbənin funksional fəaliyyəti ilə bağlı aidiyyəti struktur bölmələrdə qarşılıqlı əlaqələr qurmaq, zəruri sənədləri yoxlamaq. Funksional vəzifələrini yerinə yetirməkdə ona maneə törədən səbəbləri aradan qaldırmaq üçün tədbirlər görmək. İxtisas artırma kursları və trendlərdə iştirak etmək. MKS-nin fəaliyyətinin, habelə bölmənin işinin təkmilləşdirilməsi, xidmətin yaxşılaşdırılması məqsədi ilə şöbə müdirinə müvafiq təkliflər vermək. Kollektiv müqavilədə nəzərdə tutulmuş güzəşt və kompensasiyalardan istifadə etmək. 4. Məsuliyyəti. Azərbaycan Respublikasının əmək qanunvericiliyində müəyyən edilmiş qaydada bu vəzifə təlimatı ilə nəzərdə tutulmuş vəzifələrin icra edilməməsi və ya lazımi səviyyədə icra edilməməsinə görə. Azərbaycan Respublikası İnzibati, Cinayət və Mülki Qanunvericiliyi tərəfindən müəyyən edilmiş qaydada fəaliyyətinin həyata keçirilməsi prosesi zamanı yol verilmiş qanun pozuntularına və maddi ziyanın vurulmasına görə. MKS direktoru və şöbə müdiri qarşısında abonementdə kitabxana xidmətinin operativ təşkili və səviyyəsinə görə. Şöbədə daxili nizam-intizama riayət edilməsinə görə. Ona tapşırılan avadanlığın, texnika və ofis ləvazimatının qorunmasına görə məsuliyyət daşıyır.